Dostlar salam, hər vaxtınız xeyir olsun. Biz hal-hazırda Xankəndidən Kosalara qalxan yol. Bəli. Yəni oradayıq Kosalara qalxan yoldayıq. Və burada da milli qəhrəman Tabil Həsənovun həyat və döyüş yolu haqqında film hazırlayırıq. Bu ərazidə dayanmamızın səbəbi istərdik Tabil Həsənovun qardaşı özü vurğulasın. Yəni burada səhv eləmirəmsə Fransanın milli qəhrəmanı, Azərbaycanın milli qəhrəmanı, yəni Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılovun şəhid olduğu yerdir. Onu qısa bizə vurğulayın, zəhmət olmasa. Cəmilli kəndindən Kosalar kəndi yaxın kənd ərazidir. Kosalar kəndinin həmin ili taxıl ehtiyatı olmuşdu. Kurapatkın zonası deyilən oradan. Cəmilli kəndində yollar bağlı, blokada olduğumuza görə Cəmilli kəndinə məzun olmuşdu bunlar. Başçıları da rəhmətli Mikayıldır. Onlar gəldilər Kosalara. O vaxt mən də Kosaların partiya təşkilat katibinin təşkil sədri işləyirdim. Yəni eyni bir zada stolda, eyni bir masada nariyyat yazılı aktiya 7 ton taxıl verdik. Ki Cəmilli kəndinə üyünsün, yalda dərman var. Dərmanın yeri də durur. Orada üyüdürsün, aparsın o cəmaat versin, cəmaat acından danılır. Bir res getdilər, gəldilər bu yolu. Körpünün yanından gedir Cəmilliyə gedir. İkinci Təvəkkül adında kolxoz şoförüydü. O Cəmilli kolxozunun şoförüydü. Onlar ikinci res gələndə maşının üstündə 2 nəfər də müəllim olur. Orada dəstək bura gəldilər. Gələndə mənfur ermənilər bax o tərpə dolurlar, o tərpə. Onun üstündə ora biraz sıxılıqdır, indi qırılıbdır orada. Orada maşın bura çatanda, bax maşın ora çatanda bu bax ərazidə maşını tamamilə orada 6 nəfər, 5 nəfər olub, onu güllələmişdilər. Güllənəndə biz çatıranda ilk dəfə bura rəhmətli qardaşım Tabil çatırıbdı. Gəlib ki, maşın qanın içində, 2 nəfər içində ölübdü, 1 nəfər düşüb qaçırdı. Yaralıları Mikayılın da meyidi göstərdim, bax ora qədər getmişdi. Mikayıl düşüb, oradan düşüb, qan axa-axa, bura qupquruydu, quru yoldu. Bax gəlib bura üzü üstə uzanmışdı. Üzü üstə uzanmışdı. Mikayıl üzü belə, avtomatı da burada, qundağın da hardasa 40-a qədər, 50-yə qədər Mikayıldan elə bir şey güllə keçmişdi. O işləri tamamilə qutarandan sonra o ermənilər, o düşüb o yol, o dərə ilə qaçıb, Mıraqaz deyil, o dağın dalına getmişlər. O posta, o yaldakı posta qardaşım olub, Azərbaycan milli qəhrəman. O oradan düşür, gəlir ki, vəziyyəti belə görəndə buradakılar heç birinə məhəl qoymur. Heç birinə məhəl qoymur. Qayıdır oradan, biri ki, orduya məlumat verir ki, burada istif postu var. Posta deyir ki, qırdılar Mikayılgili. Bilirdi ki, taxıl daşırlar, onlar nəzarətdə gediklərdir. Mikayılgili qırdılar, ondan sonra özü düşür, gedir onların dalınca. Uşaqlar gəlirlər ki, Mehter burada Tabili, elə bilə ki, Tabili də vurublar. Töyüş elə Tabili də vurublar. Oradan mən gəlib çatırandan sonra, o nahiyə, oradan o pavarotdan çağıranda, o dağın döşündə gəldi, dedi, sən nə iş görsən, hara etsən, dedi ki, meyidi götürəndə hamını qıracaqdılar. Mən ona görə onların arxasından getdim. Ondan sonra burada meyidi götürdük. Hal-hazırda mən də Şəkidə yaşayıram, oğlu anarla tanışam Mikayılın. Yəni o oğlu haqqında məndən gəlib məlumatlar da alıbdı. Bir də özünü də gətirəsiyəm, hal-axsa bura, atamın şəhid olduğu yeri, canla başına demişəm, bax, keçirək, bax belə. İndi Allah qoysa bir gün onu da gətirərəm. İnşallah daha ətraflı da Tabil Həsənov haqqında filmdə bunu vurğulayacaq. İnşallah Allahın izni ilə və tezliklə o da efirə yayınlanacaq. Təşəkkür edirəm ətraflı məlumat üçün. Sağ olun, var olun. İndi gedirik yavaş-yavaş kəndimizə tərəf. Kosalara. Kosalara. Hardasa bir 3,5 belə kilometr yol var. 2 kilometrdən sonra məzarıdır. Çıxır məzarını, 3 dənə şəhid var orada. Eyni günün şəhidləridir. Həmin döyüş şəhidi. Döyüş yerində göstərəcəm. Oradan sizə harda şəhid olubdur. Təşəkkürlər. Çox sağ olun. Sağ olun. Sağ olun.